Heç yuxudan, qəfil, hündürlükdən yıxıldığınızı zənn edib, ürək döyüntüsü ilə oyanmısınızmı? Bunun arxasında nə var? Ekranı öncən bəyənib, sonra dinləyin. Bunun arxasında minnətli ruhu geri qaytarmaq var. Çünki siz həmin günü riva faizə girmişsiniz. Ya faizə aracılıq eləmişsiniz, ya salih bir insanın haqqına girmişsiniz və ya da ki siz bir ateistsiniz. Yətəxəbbətus şeytanil minəl məs. Bəqərə surəsi 275. Onlar qəbirlərindən şeytan vurmuş kimi durarlar. Sizin yatdığınız yer qəbrinizdir, müvəqqəti. Zümar surəsi 42-ci ayədə. Onlar yuxu anında onları istəsək öldürərik, istəsək geri qaytararıq. Etdiyiniz günah və xətalar metafizik olaraq bədən enerji müdafiəsinə keçir və sizə xəbərdarlıq edir. Çünki beynində olan neyronlar sənin etdiyin hərəkətlərə, etdiyin xəta və günahlara etiraz edərək ruhunuzu da bədənə girdikdə, ruh da bir enerjidir, nurdur. Beyində olan bəzi enerjilər sizi xəbərdarlıq eləyir. Hətta yuxudan oyanarkən nejavik yaşayırıq. O da əvvəl yuxumuzda gördüyümüz hadisələri bəzən şeytan şuur altından silərək əslində düşünürük ki, yuxu görməmişik. Yaşadığımız hadisələr beyindəki neyronlar bizə əvvəlcədə yaşanmışıq deyə xəbərdarlıq eləyib. Bəli, Big Bang bitmişdi. Amma yer üzündə vaxt olduğuna görə biz Big Bang'ı yaşayırıq. Yəni dünyada olmuş bütün hadisələr olub bitib. Beyni tam çözə bilsək, biz gələcəyi də bilərik, keçmişi də bilərik. Allahın salamı, xeyir bərəkət olsun hər birinizə.